Birinci mərhələ hansıdır? Yəni 7 yaşına qədər olan mərhələsi. Şeyx deyir ki, orada həmin mərhələ onun oynayan, yəni əylənən bir vaxtıdır. O mərhələdə də uşağı vurmağa və onu hər hansısa bir şeylərdən məhrum eləməyə insan can atmamalıdır. Əgər hər hansısa bir şeydən məhrum edəcəksə valideyn, onun əvəzində ona əvəz edəcək gözəl şeyləri ona təqdim eləməlidir. Ona təqdim eləməlidir, ona verməlidir. Əgər məhrum edəcəksə, bu yaş həddində də vuraraq tərbiyələndirilməməlidir uşaq. Bu düzgün, yəni tərbiyə üslubu deyildir. Baxsaq görsək ki, yəni bu məsələdə bizim ən gözəl örnəyimiz kimdir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına baxdığımız zaman deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm uşaqlarla deyir, uşaqları əzizləyərdi, uşaqlarla əylənərdi, onlarla oynayardı, onlarla sevgi ilə, rəhmətlə, şəfqətlə müamilə edərdi. Rəsmi insanlarla edilən müamilə kimi müamilə etməzdi, aqressiv müamilə etməzdi. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi hallarda hətta ibadətdə olsa da belə yenə uşaqlarla olan müamilə, uşaqlara qarşı olan qayğını tərk etməzdi. İbadətin içərisində olsa belə onların yeni ehtiyaclarını ödəyərdi.